Xəyanətə görə arvadını boğaraq öldürən Nurəddin Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Ali məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi keçirilən prosesdə onun barəsində yekun qərar qəbul edilib. Qərara əsasən onun barəsində seçilmiş 10 il 6 ay azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb. Xatırladaq ki, 2024-cü il noyabrında Bakı Ağır Cəzalar Məhkəməsində Nurəddin Məmmədov barəsində 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Qeyd edək ki, hadisə 2024-cü ilin mayında paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. İttiham aktına görə Nurəddin 2024-cü il mayın 5-də evə gəlib arvadı Ayşənin yataq otağında WhatsApp-la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra Ayşənin ona xəyanət etməsindən əmin olub. Nurəddin məhkəmədə ifadəsi zamanı bunları deyib. Mayın 5-də hava küləkli olduğu üçün usta kimi çalışdığım işdən tez ayrılmışdım və bu barədə ailəmə məlumat verməmişdim. Artıq məndə şübhələrim yarandığı üçün evin arxa qapısından daxil oldum. Otağın qapısına çatanda eşitdim ki, o kimləsə danışır və "Yox, göstərə bilmərəm, uşaqlar yanımdadır" ifadələrini işlədirdi. İçəri görəndə gördüm ki, kimləsə qeyri-etik geyimdə danışır. Əlindən telefonu alanda zəngi söndürdü. Yenidən həmin nömrəsinə zəng etdikdə bir oğlan cavab verdi və həmin an söndürdü. Mən də əsəblə onu boğmağa başladım. Özümə gələndə gördüm ki, artıq nəfəsi kəsilib. İşimi bitirdikdən sonra dərhal polisə zəng edib təslim oldum. Elə hadisə yerində polis əməkdaşlarının gəlməyini gözlədim. Nurəddin Məmmədova qarşı cinayət məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə və 128-ci, qəsdən sağlamlığa yüngül zərər vurma maddələrlə ittihamlar sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.